Salam, dərs linkinin izahına baxaq. Okean sularının fiziki və kimyəvi xassələri. Suyun fiziki-kimyəvi xassəsi dedikdə bura temperatur, duzluluq, suyun şəffaflığı, sıxlığı, səs dalğasının suda yayılması və s. aiddir. Okean suyunun temperaturu günəş şüasının düşmə bucağından, coğrafi enlikdən, cərəyanların təsirindən asılı olaraq dəyişir. Okean suyunun orta temperaturu 17,5 dərəcə Selsidir. Və bu, ekvatordan şimala və cənuba doğru okean suyunun orta illik temperaturu azalır, dəyişir yəni. Ekvatordan şimala doğru azalır, eyni zamanda ekvatordan cənuba doğru da azalır. Sakit okean. Ekvatorial və tropik enliklərdə geniş ərazi tutur. Buna görə də ən isti okeandır. Burada suyun orta temperaturu 19 dərəcədir. Hind okeanı ekvatora yaxın ərazidə kiçik sahə tutur. Amma şimaldan gələn küləklərin qarşısını böyük dağlar kəsdiyi üçün burada da suyun temperaturu yüksəkdir, yəni 17 dərəcədir. Atlantik okeanı ekvatorial və tropik enliklərdə ensiz sahə tutur. Okean şimalda və cənubda soyuq cərəyanlar təsir edir okeana. Digər okeanlarla su mübadiləsi intensivdir. Orada suyun temperaturu 16,5 dərəcə Selsidir. Şimal buzlu okeanda isə suyun orta temperaturu 0,9 dərəcə Selsidir. Şimal yarımkürəsinin 5/3 hissəsi, cənub yarımkürəsinin 5/4 hissəsi su ilə əhatə olunmuşdur. Okean suyunda temperatur üst hissədə fərqli olduğu halda dərinliklərdə temperatur dəyişmir. Çünki dərinliyi günəş isidə bilmədiyi üçün çox dərin hissələrdə temperatur sabit qalır. Bu hissəyə diqqət yetirsək, 200 metr dərinliyə qədər suyun temperaturu dəyişdiyi halda 1000-1500 metrdən aşağı hissələrdə sabit olaraq 3-4 dərəcə qalır. Eyni zamanda okean sularında işıqlanma da var. Bu işıqlanma da günəş şüasının düşməsi ilə əlaqədardır təbii ki. 200 metr dərinliyə qədər olan hissə tam işıqlanma zonasıdır. 200-1000 metr olan hissə natamam işıqlanma zonası, 1000-1500 metrdən aşağı hissə isə tam qaranlıq zonadır. Okean suyunun tərkibi müxtəlifdir. Əvvəllər bilirik ki, dünya okeanı yuvenil suların hesabına yaranmışdı və bu zaman xloridli sular olmuşdu. Hazırda okean suyunun tərkibi müxtəlifdir. Burada karbonatlarla, xloridli karbonatlı hissələrlə zəngindir. Belə ki, suyun tərkibində oksigen və azot qazları da vardır. Və suyun tərkibində olan üzv maddələrin çürüməsindən suyun dərin qatlarında çatılardan suya karbon qazı daxil olur. Bu karbon qazı da okeana tam duzluluq verir. Deməli, karbon qazı suya duzluluq verdi. Eyni zamanda suda olan natrium xlor isə suya acı şor dad verir. Maqnezium isə suya acılıq verir. Dünya okeanının orta duzluluğu 35 promildir. Yəni bu deməkdir ki, 1 litr suda 35 qram duz var. Eyni zamanda bəs 1000 litr suda nə qədər duz olar? Artıq bu 35 kiloqramdır. Deməli 1 ton suda 35 kiloqram duz olar. Təbii ki, bu duzluluq suyun orta duzluluğudur. Bu çox da ola bilər, eyni zamanda az da ola bilər. Biz orta duzluluğa görə 35 promil götürürük. Suyun duzluluğu ekvatordan qütblərə doğru dəyişir. Ekvatorda 34-35 promil, tropik subtropikdə 36-37 promil, mülayimdə 33, qütb ətrafı ərazilərdə isə 32 promildir. Və eyni zamanda bir çox dənizlərdə duzluluq var ki, bunu hansı dənizdə duzluluq nə qədərdir əzbər bilməyimiz lazımdır. Mərmərə dənizində 25 promil, Qara dənizdə 18, Azovda 12, Baltikdə 10 promildir və Xəzər dənizində isə 13-14 promil duzluluq vardır. Suyun duzluluğu da dərinliyə doğru dəyişir. Yəni səth hissədə fərqli olduğu halda 2000 metrdən aşağı hissədə 35 promil olaraq yəni sabit qalır. Dərinlikdə nə temperatur, nə də duzluluq dediyi artıq dəyişmədi. Xəritədə eyni duzluğa malik nöqtələri birləşdirən xəttlər izoqalinlər adlanır. Su kütlələri, okean suyunun hərəkəti. Dünya okeanında
temperatur, duzluluq, sıxlıq və s. xüsusiyyətlərinə görə seçilən böyük həcmli suya su kütləsi deyilir. Su kütləsi həm dərinliyə doğru, həm də ekvatordan qütblərə doğru dəyişir. Dərinliyə doğru 200 metrə qədər olan hissədə səth sularıdır. 200-3000 metrə qədər olan hissədə dərinlik sularıdır. 3000-4000 metrdən aşağıda yerləşən hissədə isə divyanı sular üstünlük təşkil edir. Eyni zamanda dedik, ekvatordan qütblərə doğru da sular dəyişir. Ekvatorial, tropik, mülayim və arktik su kütlələrinə bölünür. Dünya okeanında su səthi daimi olaraq müxtəlif qüvvələrin təsirinə məruz qalır. Bu, külək, zəlzələ, vulkan, eyni zamanda ay və günəşin cazibə qüvvəsi nəticəsində də ola bilir. Hər hansı təsir nəticəsində suyun tarazlıq halı pozulur ki, bu da dalğalanma yaradır. Dalğanın elementləri yalı, tabanı, hündürlüyü və uzunluğudur. Şəklə diqqət etsək, dalğanın hündürlüyü, yalı, dalğanın tabanı və uzunluğu. Okean səthində dalğalanma həm küləklərin, həm də okean dibində baş vermiş zəlzələ vulkanların nəticəsində baş verə bilir. Ən yüksək külək dalğaları Atlantik və Sakit okeanın şimalında, Atlantik və Hind okeanının cənubunda, həmçinin Baris dənizində müşahidə olunur. Eyni zamanda isti və soyuq cərəyanının qarşılaşdığı sahələrdə də güclü dalğalar əmələ gəlir. Sualtı vulkan püskürməsi və zəlzələ zamanı okeanlarda tsunami dalğaları əmələ gəlir ki, tsunami dalğaları ciddi şəkildə ətrafa ziyan vurur. Qabarma və çəkilmə nəticəsində də yer səthinə həm müsbət, həm mənfi təsirləri formalaşa bilir. Belə ki, qabarma çəkilmə ayın qisməndə günəşin cazibə qüvvəsinin təsiri ilə yaranır. Bu zaman sular sahili basması, qabarma, geri çəkilməsi isə çəkilmə hadisəsi adlanır. Bu necə baş verir? Günəş, ay və yer bir xətt boyunca olduqda, yəni bədirlənmiş ay olanda qabarmanın hündürlüyü maksimum olur. Ay və günəş yerə 90 dərəcə bucaq altında yerləşdikdə isə qabarma minimum səviyyədə olur. Açıq okeanda və daxili dənizlərdə qabarma zəif hiss olunur. Dar körfəzlərdə və çayların mənsəbində qabarmanın hündürlüyü artır. Qabarma ən çox Fani körfəzində müşahidə olunur. Qabarma və çəkilmə eyni zamanda Oxot dənizi, Bristol körfəzi, Ağdəniz, Meksika körfəzi, Lamaş boğazında müşahidə olunur. Qabarma zamanı çaylarda bor hadisəsi baş verir. Bor hadisəsi nədir? Çayın mənsəbində, yəni töküldüyü yerdə suyun səviyyəsi qalxır. Yaranmış dalğa çayın mənbəyinə doğru müəyyən qədər hərəkət edir. Elə bir ki, su töküldüyü hissədən geriyə doğru qayıdır. Çəkilmə zamanı isə mənsəbdə toplanmış çöküntüləri okeana doğru aparır və nəticədə bəzi çaylarda delta yarana bilmir. Bor hadisəsi həmçinin Çində Maskari adlanır və ya Proroka adlanır. Eyni zamanda Böyük Britaniyada Bristol körfəzinə tökülən Severn çayında da bor hadisəsi müşahidə olunur. Və Cənubi Amerikada Amazon çayında, Çində Fucintizyan çayında bu hadisə daha çox baş verir. Qabarma və çəkilmə prosesi enerji əldə edilməsi, gəmiçilik və balıqçılıq üçün mühüm əhəmiyyət kəsb edir. Okean və dənizlərdə daimi küləklərin təsiri ilə su kütlələri üfüqi istiqamətdə yerini dəyişir ki, bu da okean cərəyanları adlanır. Okean cərəyanına həm daimi küləklər, həm də karoz qüvvəsi təsir göstərir. Okean cərəyanları karoz qüvvəsinin təsiri altında şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyl edir. Temperaturuna görə də okean cərəyanları isti və soyuq olmaqla fərqlənir. Cərəyanın gətirdiyi suyun temperaturu ətraf suyun temperaturundan az olarsa soyuq cərəyan yaranır. Sahillərindən soyuq cərəyanlar keçən ərazilərdə quru iqlim formalaşır, yəni səhralar yaranır. Suyun səthi soyuq olduğuna görə buxarlanma az olur, nəticədə yağıntı da az düşür. İsti cərəyanlar xəritədə qırmızı xəttlə göstərilir. İsti cərəyanlar alçaq coğrafi enlikdən yüksək enliklərə doğru hərəkət edir.
Soyuq cərəyanlar isə xəritədə göy rənglə verilir. Bunlar yüksək coğrafi enlikdən alçaq coğrafi enliyə doğru istiqamətini dəyişir. İsti cərəyanlarda suyu soyuq cərəyana nisbətən daha duzlu olur. Okean cərəyanları sahillərin iqliminə, orqanizm formalaşmasına təsir göstərir. Və bir də deyək, əgər gətirilən suyun temperaturu ətraf sudan soyuq olarsa bu soyuq cərəyan, gətirilən suyun temperaturu ətraf suların temperaturundan isti olarsa bu zaman isti cərəyan yaranır. İsti cərəyanların keçdiyi hissələrdə humid iqlim, yəni quraq, soyuq cərəyanların humid, yəni yağıntılı. Soyuq cərəyanların keçdiyi sahillərdə isə arid iqlim formalaşır. Cədvəldə hər bir okean üçün isti və soyuq cərəyanlar verilmişdir. Eyni zamanda da xəritə üzərində cərəyanların hərəkət istiqaməti və mavi rənglər, deməli soyuq cərəyanı, qırmızı rənglər isə isti cərəyanı göstərir. Dünya okeanının resursları və onlardan istifadə. Quruda təbii resurslar azalır və bu da təbii ki, dünya okeanında olan təbii ehtiyatlardan istifadəyə gətirib çıxarır. Dünya okeanının ən qiymətli sərvətlərindən biri də onun suyudur. Suda həll olmuş halda 70-dən çox kimyəvi element var. Xörək duzu, xlor, maqnezium, uran, qızıl və s. Hazırda dünyanın bir çox ölkəsi şirin su problemi yaşayır və bunun da ən əsas həll yollarından biri dünya okeanının duzlu sularının şirinləşdirilməsidir. Təbii ki, bu çox baha başa gəlir və bunda daha çox ərəb ölkələri öz büdcəsinə uyğun olduğu üçün ərəb ölkələri həyata keçirir. Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi, İspaniya, Kuveyt, Qətər, Əlcəzair, Çin, Liviya, ABŞ və Oman daha çox fərqlənir. Dünya okeanında müxtəlif növ xammal, yanacaq var. Okean və dənizlərin şərq zonalarında neft və təbii qaz daha böyük əhəmiyyət kəsb edir. İran körfəzi, Şimal dənizi, Meksika körfəzi, Kaliforniya sahilləri, Cənubi Çin, Xəzər dənizində kifayət qədər neft hasil olunur. Yanacaq mənşəli faydalı qazıntılarla yanaşı, dünya okeanında dəmir, mis, nikel, civə yataqları da mövcuddur. Okeanın dibində toplanmış və səthə qaldırılması mümkün olan zəngin filiz ehtiyatları var ki, bu da daha çox sakit okeanın mərkəz və şərq hissəsindədir. Bu filizlərin çıxarılmasında ilk dəfə ABŞ, Havay adalarında həyata keçirilmişdir. Bundan başqa Böyük Britaniya, Kanada, Yaponiya, Çin sahillərində daş kömür, İndoneziya, Tayland, Malayziya sahillərində qalay, Namibiya sahillərində isə almaz ehtiyatı mövcuddur. Eyni zamanda Fransa, Kanada, Böyük Britaniya, Avstraliya kimi iqtisadi gücü daha çox inkişaf etmiş ölkələr sahilboyu ərazilərdə qabarma elektrik stansiyaları tikməklə dünya okeanında yaranan qabarmadan elektrik enerjisi əldə edirlər. Dünya okeanının zəngin sərvətlərindən biri də onun bioloji sərvətləridir. Bu dəniz məhsulları, balıqlar, xərçənglər, mollusklar və s.dir. ABŞ, Norveç, Çin, Rusiya, Yaponiya, Böyük Britaniya, Peru, Çili kimi ölkələr balıq ovuna görə daha çox seçilirlər. Hazırda ABŞ, Fransa, Yaponiya, Niderland, İtaliya kimi ölkələrdə sahilboyu ərazilərdə dəniz plantasiyaları, yəni marikultur təsərrüfat inkişaf etdirilir. Dünyada olan dənizlər bildiyimiz kimi bu bioloji ehtiyatlarla zəngindir. Amma daha çox Norveç, Bering, Oxot, Qara, Azov, Yapon dənizləri bioloji ehtiyata görə digər dənizlərdən daha çox fərqlənirlər. Eyni zamanda okean və dənizlərdən daha çox nəqliyyat vasitəsi kimi də istifadə olunur ki, bu da sahilboyu ölkələrdə, ABŞ-da, Böyük Britaniyada, Yaponiyada və s. daha çox həyata keçirilir. Eyni zamanda dəniz nəqliyyatının coğrafiyasına Süveyş və Panama kanallarının çəkilməsi də böyük təsir göstərmişdir. Dəniz nəqliyyatının inkişafı Sinqapur, Rotterdam, Antwerpen, Hong Kong, Şanxay, Kobe, Busan və s. kimi nəhəng dəniz limanlarının yaranmasına səbəb olmuşdur. Son zamanlar dünya okean sahillərindən istirahət və turizm məqsədi ilə də daha çox istifadə olunur.
Şəklə diqqət yetirsək, maye yüklər 37% daşınır. Əsas yüklər 25%, xam mallar 24%, digər yüklər isə dünya okeanında 14% daşınır. Məsələ həllərinə baxaq. Tapşırıq 1. Dərinliyi 7500 metr olan okean dibinə göndərilən səs siqnalı hansı müddətdən sonra geri qayıdır? Biz bilirik ki, exolot səs siqnalı əvvəlki dərslərimizdə demişdik ki, 1500 metr saniyə sürətlə hərəkət edir. Deməli, saniyədə 1500 metr gedir. Bizim yolumuz da 7500 metrlik bir yoldur, bir dərinlikdir. 7500-ü bölsək 1500-ə düşər 5. Deməli, okeanın dərin hissəsinə biz 5 saniyəyə səs siqnalını göndərə bilərik. 5 saniyə okeanın dərinliyinə çatar. Amma bizə hansı müddətdən sonra geri qayıtdığını soruşar. Deməli, 5 saniyəyə gedibsə, eyni yolu 5 saniyədə geri qayıdar. Deməli, 10 saniyəyə biz o səsi yenidən alarıq. Exolotdan göndərilən səs siqnalı 4 saniyə sonra geri qayıdıb. Dərinliyi tapın. Okeanın dərinliyidir, nə qədərdir bilmirik. Gedib və geri qayıdıb. Gedib geri qayıtma müddəti 4 saniyədir. 4 saniyə gedib geri qayıdıbsa, deməli 2 saniyə gedib, 2 saniyədə geri qayıdıb. 2 saniyə gedibsə, dedik ki, 1 saniyədə 1500 metr yol gedirsə, 2 saniyədə 1500-ü vurarıq 2-yə, 3000 metr yol getmiş olar. Tapşırıq 3-ə baxaq. Hidronav gəmidən göndərilən səs siqnalı 6 saniyə sonra qəbul edib. Yenə eyni qaydada. O, hansı dərinlikdə yerləşir? Birinci. Hidronavt sözünə diqqətlə fikir versək, suyun dibində bu səs siqnalı 6 saniyə qəbul olunub. Baxın, səs gedib yenidən geri qayıdılıb demir. Sadəcə hidronavt göndərilən səs siqnalı 6 saniyə sonra qəbul edib. Yəni, suyun dərinliyində bu 6 saniyə sonra qəbul olunub. Dərinlik nə qədərdir? Yenə 1 saniyədə 1500 metr yol gedirsə, 6 saniyədə nə qədər gedər? 6-yı vurarıq 1500-ə, edər 9000. Deməli, dərinlik 9000 olarmış. Tapşırıq 5-ə baxaq. Duzluluğu 12 promil olan 5 ton sudan nə qədər duz əldə etmək mümkündür? Biz bilirik ki, duzluluq 12 promildirsə, bu 1 litrdə 12 qram duz var deməkdir. 1 litrdə 12 qram duz varsa, 5 tonda, yəni 5000 litrdə neçə ton duz olar? Çarçarpaz vursaq, 5000-i 12-yə vursaq, 60 kiloqram alarıq. Tapşırıq 6. Duzluluğu 18 promil olan 10 litr suya. Bu suyun 40%-ni buxarlandırdıq. Qalan suyun duzluluğunu istəyir bizdən. Deməli, suyun duzluluğu 18 promildir və 10 litr su var. Biz də bunun 40%-ni buxarlandırmışıq. Əgər suyu buxarlandırırıqsa, deməli, onda duzluluq artır. Bir qab suyun içinə duz tökək ya da yarım qab suyun içərisinə duz tökək. Hansı daha çox duzlu olar? Təbii ki, yarım qabın içinə eyni duzu töksək. Biri var, qabın içi tam dolu olduğu halda biz su tökək. Bir də var, qabın içi yarı dolu olduğu halda biz eyni miqdarda duzu tökək. Burada duzluluq daha çox olar da, çünki su azdır. İndi bunu məsələ həllində gəlin tətbiq edək. Duzluluğu 18 promildir. Deməli, 1 litr suda 18 qram duz var. Bu zaman 1 litr suda 18 qram duz varsa, 10 litr suda nə qədər var? 10 litr suda nə qədər duz var? Bu artıq 180 qram eləyər.
Deməli, 10 litr suda 180 qram duz var. Bunu tapdıq. Bu suyun da 40%-ni buxarlandırmışıq. 10 litr suyun 40%-ni taparıq. Onun 40%-i 6 litr alınır. Bunu faiz kimi yazsaq, 10 litr suyun 40%-ni buxarlandırsaq. İxtisarlar gedər 4. Deməli, 10 litr suyun 4'ü buxarlanıb, 6 litr qalıb. Yerdə qalan suyumuz nə qədərdir? 6 litr. Yerdə qalan suyumuz 6 litrdir. Tapdıq. İndi burada duzun miqdarını tapırıq. Biz nə qədər duz tapmışdıq? 180 qram. İstər qabın içində 10 litr olsun. Yenə burada 180 qram duz var. İstər biz bunun 4 litrini buxarlandıraq, 6 litr su olsun. Yenə burada 180 qram duz var. Çünki biz duza toxunmamışıq. Sadəcə suyu buxarlandırmışıq. 6 litrdə 180 qram duz varsa, 1 litrdə duzluluğu tapırıq. Yenə eyni qaydada çarçarpaz vursaq, 180-i bölərik 6-ya, düşər 30 promil. Deməli, duzluluq oldu 30 promil. Duzluluğu 25 promil olan 8 litr suya onun yarısı qədər şirin su əlavə etsək, duzluluq nə qədər olar? Təsəvvür edin, bir qabda müəyyən qədər duzlu su var. Siz ona şirin su töksəniz, duzluluq təbii ki azalar. Şirin su tökürüksə, duzluluq azalır. Bunu indi məsələ yolundan tapsaq, 1 litrdə 25 promil duz varsa, bu 1 litrdə 25 qram deməkdir. Bəs 8 litrdə nə qədərdir? 1 litrdə 25 qramdırsa, 8 litrdə x. X-dan da taparıq 200. Deməli, 8 litrdə 200 qram duz olar. 8 litr bu suya biz onun yarısı qədər şirin su tökürük. 8 litrin yarısı neçədir? 4 litr. Deməli, 4 litrdə su tökürük. 8 litrə 4 litr su əlavə etsək, 12 litr su olar. Bayaqdan bizdə 8 litr su vardı, 200 qram duzluq vardı. İndi biz buna duzluğa toxunmadan, duza toxunmadan sadəcə şirin su əlavə edirik və olur 12 litr. İndi baxaq, burada duzluq necə dəyişdi? Təbii ki, dedik, duzluq burada azalmalıdır. 12 litrdə artıq 200 qram duzluq oldu. Bəs 1 litrdə nə qədərdir? 200 qramı da 12-yə bölsək, 16,6 qram. 16,6 qramında 16,6 promil deməkdir. Tapşırıq 8. Qara dənizin suyundan 90 kiloqram duz alınıb. Bu 90 kiloqram duzu almaq üçün Azov dənizindən nə qədər su götürürlər ki, Qara dənizdən daha çox olsun. Diqqət eləsək, gəlin birinci Qara dənizi tapaq. 90 kiloqram duz almaq üçün Qara dənizdən nə qədər su götürərik? Bu bizə 18 promili verir. Deməli, 1 litrdə 18 qramdır. Yəni, 1 ton da 18 kiloqramdır. Bəs 90 kiloqram duzu biz neçə tondan alarıq? 5 tondan. Bunu tapdıq. Sonra Azov dənizinə baxaq. Burada duzluluq 12 promildir. 1 litrdə 12 promildirsə, 1 tonda 12 kiloqramdır. Bəs eyni miqdarda duzu, yəni 90 kiloqram duzu biz neçə tondan alarıq? 7,5 tondan. Aha, indi bizdən soruşur ki, Azov dənizindən götürülən su, Qara dənizdən götürülən sudan neçə litr çoxdur? 7,5-dən də 5 tonu çıxarıq, 2,5 ton çox olar.